Sənin əsəblərin oyaqdır, amma sən bunu bilmirsən. Çünki bilmək istəmirsən. Amma davranışların, hərəkətlərin, özündən tez çıxmaq, əsəb olmaq, aqressiv olmaq, bunlar hamısı əsəblərinin oyaq olduğunu göstərən bariz nümunədir. Vaxtında tədbir görməyəndə isə bu daha da ağırlaşır və vəziyyət daha ciddi nevroloji xəstəliklərə qədər gəlib çıxır. Vəziyyətin bu hala gəlib çıxmaması üçünsə vaxtında düzgün müdaxilə etmək lazımdır. Ən azından əsəb sakitləşdiricilər qəbul etmək lazımdır ki, sonra daha ciddi problemlərdən əziyyət çəkməyək. Hansı əsəb sakitləşdirici ekrandakı ürəyi qızart izah edeyim. Sənə lazım olan Calmante kapsuldur. Çünki Calmante kapsul asıllıq yaratmadan mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, əsəbi, gərginliyi, stresi aradan qaldıraraq yuxuya getməni asanlaşdırır. Beləliklə də başda saydığım bütün problemləri aradan qaldırır, sizi pozitiv ruh halınızı yüksək saxlayır. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu tipli videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman, hər mövzuda sağlam qalasınız.